Salam hər kəsə, mən Batəqə bəy. Bugün istərdim ki, Tesla Model 3-ün ümumi menüsü haqqında danışaq və sizlərə məlumat verək. Hal-hazırda gördüyünüz Tesla Model 3 Highland modelidir, 2025-ci il modelidir və ümumi belə deyək, menüyə necə daxil olmaqdan ötürü burada göstərmək istərdim. Burada gördüyünüz maşın işarəsi var. Daxil olursunuz, ümumi menü açılır. İlk öncə istərdim ki, bir-bir sizlərlə tanış edim. Birinci kontrol bölməsi, ikinci Dynamics bölməsi, Charging bölməsi, Autopilot bölməsi, Locks bölməsi, Lights bölməsi, Seats bölməsi, Display bölməsi, sonra Schedule bölməsi, Safety, Service, Software, Navigation, Trips, Wi-Fi, Bluetooth, Audio və Upgrades. İndi uşaqlar istərdim ki, kontrol bölməsindən sizə kiçik bir tanışlıq verim. Burada gördüyünüz, məsələn, şüşələrin bağlanması, belə deyək, bardacok deyək, bardacokun açılması, sonra yan güzgülərin idarə olunması, maşının car wash moda atılması, hər biri buradan həyata keçirilir. Sükanın idarə olunması, hər biri buradan həyata keçirilir. Sonra Dynamics bölməsi. Dynamics bölməsində bizdə hal-hazırda belə deyək də, maşında standart modu var, bir də ki, nisbətən daha sürətli mod var. Daha doğrusu çili mod var, bir də ki, nisbətən daha sürətli standart mod var. Bu gördüyünüz, bununla dəyişə bilərsiniz. Sonra Auto Shift bölməsi var, Steering Weight bölməsi var. Buradan da istədiyiniz, belə deyək də, tənzimləmələri edə bilərsiniz. Charging bölməsinin əsas hamının verdiyi sual ümumi hal-hazırdakı 63%'dir. Mənim belə deyək də, maşınımın charging vəziyyəti. Siz chargeri taxdığınızda, yəni mobile connector taxdığınızda burada amperaja görə həmin chargeri tənzimləyə bilərsiniz ki, neçə kilovat belə deyək də, gərginliyi ötürsün. Autopilot bölməsində çox adam bunu səhv salır. Autopilot feature hissəsində Traffic Aware Cruise Control, Auto Steer Beta, bir də ki, FSD bölməsi burada olur. İndi məndə həmin FSD bölməsinin müddəti bitib deyə hal-hazırda aktiv deyil. FSD nədir? FSD Full Self Drive'dir. Azərbaycanda hal-hazırda FSD işləmir. Bu bir mənalıdır. Belə deyək də, Amerikanın bir sıra ştatlarında yalnız bu FSD işləyir. Sonra digərləri, məsələn, speed sürəti məsəl üçün limit deyə bilərsiniz. Burada göstərirsiniz. Sonra sürət limitində hər hansı bir xətalar göstərsin, göstərməsin. Bununla bağlı hissələr var. Mən çalışıram ki, əsas hissələri deyim və çünki istər-istəməz videonun müddəti də qısıtlı olur. Sonra lock bölməsində mənim gördüyümüz kartlar əlavə olunur. Birinci telefonumdur, ikinci isə Tesla'nın özünün key kartıdır və əlavə olaraq burada siz Apple Watch da əlavə edə bilərsiniz. Sonra child lockdur. Child lock bildiyiniz kimi, məsələn, maşında uşaqlar olduqda qapını açmasın deyədir. Sonra Windows lock eyni ilə var. Hands free trunk, bu nədir? Hands free trunk maşında, məsələn, əlinizdə telefon olarsa, əlinizdə yük olarsa, daha doğrusu cibinizdə telefon olarsa, maşının arxa bölməsinə yaxınlaşdıqda avtomatik arxa bagaj açılır. Sonra unlock on the park, məsəl üçün maşının park olduğu müddətdə unlock eləyir, yəni maşın açılır, belə deyək, qapıları açılır. Sonra keçək digər bölməsinə, light bölməsinə. Burada ümumi işıqla bağlı olan tənzimləmələri siz görə bilərsiniz. Hamının soruşduğu zavod gələn ambiyansın, belə deyək, işıqlarını da burada tənzimləyə bilərsiniz. Sonra Seats bölməsinə. Seats bölməsində belə deyək də, oturacaqların isidilməsi və soyuducu bölməsinə və sağda olan oturacağının idarə edilməsini də buradan tənzimləyə bilərsiniz. Display bölməsində bildiyiniz kimi Highland modelində 2 ədəd ekran var. Bir ön ekran, bir də ki, arxa ekran. Arxa ekranı istəsəniz ki, məsəl üçün işlədilməsini onu lock eləyə bilərsiniz. Ekranları təmizlədikdə screen clean moda sala bilərsiniz. Ekranın parlaqlığını artıra bilərsiniz. Sonra schedule hissəsindən mən bunu istərdim ki, application'dan daha çox danışım. Safety bölməsində Sentry mode. Sentry mode belə deyək də, maşına kənardan yaxınlaşdıqda avtomatik kameralar işə düşür və həmin insanı çəkir. Sonra
applicationla idarə olunması var. Sonra dashcam məsəl üçün bu video registratorun mən qoymuşam ki, siqnalı basdırmadan video registrator işə düşsün. Servis hissələri ümumi maşın haqqında olan servislə bağlı məlumatları göstərir. Burada da görürsünüz təkərlərin təzyiqi, sonra car wash mod haqqında, notificationlar haqqında, remove save location haqqında, camera preview haqqında, software bölməsi. Məndə hal-hazırda ən son belə də update-dir. Update-in vəziyyətini də buradan görə bilərsiniz. Əlavə olaraq navigation date-də, yəni belə deyək də xəritə də yüklənib məndə. Sonra premium connectivity var. Bu zavoddan gələndir. Kilometrajı görürsünüz, model 3-ün vəziyyətini görürsünüz. Navigation-la bağlı olan, navigasiya ilə bağlı olan belə deyək də tənzimləmələri buradan edə bilərsiniz. Triplərdir, mənim ən son triplərimdə nə qədər enerji istifadə olunur. Wi-Fi ilə bağlı olan qoşuntuları buradan edə bilərsiniz. Sonra Bluetooth-la bağlı olan qoşuntuları mənim öz telefonum hal-hazırda qoşulub. Audionun belə deyək tonları, balanslarını buradan dəyişə bilərsiniz. Və upgradelər bölməsi belə deyək də Wi-Fi-yə daxil olanda orada hər hansı bir yeniliklər varsa orada göstərir. Ümumi istərdim ki, menü budur. Növbəti videolarda izləmədə qalan ki, daha ətraflı məlumatlar sizlə bölüşə bilim.